Patent sistemində süni intellektin alət kimi tətbiqi, ekspertiza və idarəetmə proseslərində süni intellektdən istifadə, süni intellekt üzrə əqli mülkiyyət siyasəti, patent müəllifliyi və hüquq sahibliyi məsələləri konferansın ikinci gününün əsas mövzularından oldu. Süni intellektin əsas üstünlüyü ondadır ki, onun strukturu və qəbul etdiyi qərarlar insan prinsiplərini təqlid, imitasiya edən modellərə əsaslanır. Başqa sözlə, süni intellektin dəyəri onun subyektə məxsus təqribi zəka imkanlarına söykənməsində və düşünmə, müzakirə aparma, problem həll etmə kimi insanın idrak funksiyalarını imitasiya edə bilməsindədir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Professor Kamran İmanov gələcəkdə bu imkanların artması potensialından danışdı. Vaxt keçdikcə süni intellekt istifadə etdiyimiz əşya ilə şəxs arasında hüquqları olan bir körpü ola bilər. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbərliyi altında bu istiqamətdə real alətlərin hazırlanması əsas məqsədlərdən biridir. Bununla ola bilsin ki, hüquqların yenidən paylanılması baş versin. Tədbirdə süni intellektlə əlaqəli ixtiraların patentləşdirilməsi, süni intellekt vasitəsilə və süni intellekt tərəfindən yaradılan əqli mülkiyyət obyektləri mövzusu ilə bağlı Yaponiya, Fransa və Koreyalı mütəxəssislər təcrübələrini bölüşdülər. Qeyd olundu ki, süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Süni intellekt adətən sanki bir vahid kimi düşünülür. Lakin elə deyil. Bu, ümumi texnologiyanın bir hissəsidir. Biz artıq kuantum hesablamasında, sintetik biologiya sahəsində, kompüter texnologiyaları istiqamətində bir çox innovasiyaların şahidi oluruq. Bu texnologiyalar artıq kəsişirlər və daha geniş imkanlar yaradırlar. Konferans süni intellekt və əqli mülkiyyət mövzusunda müzakirələrlə davam etdi. Sonda sual-cavab sessiyası keçirildi. Firuzə Nadir, Natiq Şıraqzadə, Elvin Qəhrəmanov, ASTV Xəbər.